Pezeshkian Azərbaycana təşəkkür etdi. İran qırmızı xətləri qorunmaq şərti ilə dünya ilə dialoqa hazırdır. Təbii ki, istinad edirəm axar nöqtə, zaxar nöqtəyə də telegraf.az istinad edib. İran prezidenti Məsud Pezeshkian hökumətin iclasında deyib. Dövlət başçısı rəhbərlik etdiyi hökumətin qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətlərini qorumaq üzərində işlədiyini vurğulayıb. Tez-tez şeirlər deyir Şəhriyardan, elə bizim Bəxtiyardan da şeir deyib Vahabzadədən Pezeshkian, həm də Azərbaycan dilində. Türkiyə prezidenti və Xarici İşlər Naziri həmçinin Azərbaycan, Qətər Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misir hökumətlərinə diplomatik səyləri və İrana dəstək bəyanatlarına görə təşəkkür edirik. Məsud Pezeshkian əlavə edib, ən çox da Azərbaycana təşəkkürünü bildirib.